Bugün süfrəmizə qədər bir çox qida məhsulları gəlir və bu qida məhsulları necə hazırlanır, necə daşınır və qorunması necə həyata keçirilir, bunun qorunma mexanizmləri nələrdir? Bir çox suallar yaranır və bu suallar bir çox ölkələrdə təbii ki, aid dövlət qurumlarına, eyni zamanda istehsalçılara ünvanlanır. Təbii ki, elə bizdə də elədir. Bugün biz də sualımızı bu istiqamətdə qoymuşuq. Qida təhlükəsizliyində qida zənciri, istehsal, emal və süfrəmizə qədər gələn proses necə gedir? Mövzu ilə bağlı müzakirəmizi qonaqlarımızla aparacağıq. Xoş gördük, hörmətli tamaşaçılar. Qonaqlarımız isə Naxçıvan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Orxan Orucov və eyni zamanda Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun şöbə müdiri Aynirə Qulamova. Xoş gördük hər birinizi studiyamızda. Orxan müəllim, ilkin olaraq diqqət eləyək. Bugün qoruma mexanizmləri, yəni sənədləşmə prosesi ilkin olaraq dövlət aktları hansı səviyyədədir və bu proses necə aparılır? Təşəkkür edirəm Nicat müəllim dəvətiniz üçün. İlk öncə bildirmək istəyirəm ki, qida təhlükəsizliyi sahəsində qanunvericilik Azərbaycanda, Azərbaycan Respublikasının Konstitusiyası, qida təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının qanunu, qida və yem məhsullarının, eləcə də qida məhsulları ilə təmasda olan məmulatların, materiallara dair tələbləri özündə müəyyənləşdirən Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir. Qida təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının qanunu qida və yem məhsulları, eləcə də insanların, heyvanların sağlamlığına və istehlakçı hüquqlarının müdafiəsi kimi məsələləri özündə tənzimləyən bir qanundur. Və eləcə də qida təhlükəsizliyi sahəsində digər, hansı ki, mən qeyd etdim, qanunvericilik aktları, bunlar qanundan irəli gələn Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul olunmuş qərarlar, eləcə də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin kollegiya qərarları ilə qəbul olunmuş sanitariya norma qaydalarından ibarətdir. Həmçinin bu sahədə yeni norma qaydalar qəbul olunmaqdadır. Bu da beynəlxalq səviyyədə mövcud olan beynəlxalq qida təhlükəsizliyi sahəsində beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş yeni normalar, standartlara uyğunlaşdırmaq üçün yerli standartları, tələbləri, sanitar norma qaydaları, yeni qərarlar qəbul olunur, yeni standartlar tətbiq olunur və yenilənən tələblər, yeni qida məhsullarının yaranması, bu sahədə davamlı inkişafı nəzərə alaraq bundan sonra da bu sahədə yeni normaların qəbul olunması gözləniləndir. Orxan müəllim, bəs bu aktlar nə qədər effektivdir? Yəni bugün üçün tətbiq olunan sahələrdə? Təbii ki, zaman-zaman bu qida təhlükəsizliyi sahəsində dediyim kimi inkişaf, irəliləyiş göz önündədir, nəzarət tədbirləri həyata keçirilir və tətbiq olunan hər bir dövlət nəzarəti sadaladığım bu qanunvericiliyə əsaslanır və effektivlik daha çox görünəndir. Çünki nəzarət tədbirləri zamanı insanlar üçün təhlükə yarada biləcək məhsullar dövriyyədən kənarlaşdırılır, bunlara qarşı müəyyən tədbirlər görülür qanunvericiliyinə və bundan sonraki qarşıdakı dövr ərzində də həm öncədən mövcud olan tələblər və bundan sonra qəbul olunacaq qida təhlükəsizliyi sahəsindəki tələblər tətbiq olunmaqla bu sahədəki bütün çatışmazlıqlar maksimum dərəcədə aradan qaldırmaq hədəflənir. Təbii ki, hədəflənir, amma sıfıra endirmək mən də başa düşürəm, kifayət qədər çətin məsələdir. Çünki qida zənciri və onun belə deyək, süfrəmizə qədər gəlib çatması kifayət qədər uzun bir prosesdən keçir. Aynurə xanım, hansı ki, dövlət proqramında da məhz bu sahənin diqqətdə saxlanılması belə deyək, göstərilir. Bu hansı dövlət proqramından söhbət gedir? Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illəri əhatə edən dövlət proqramından və bu sahədə qanunvericiliyi ilə bərabər nəzarət belə deyək, sahələri də təkmilləşdirilir. Aid qurumların fəaliyyəti də təkmilləşdirilir. Elə məhz o qurumlardan biri də Naxçıvan Qida Təhlükəsizliyi İnstitutudur. İstərdim elə bu institutun fəaliyyəti barədə məlumat verək. Bu gün üçün hansı öncəliklər var, hansı nəzarət tədbirləri həyata keçirilir? Mən də öz növbəmdə tamaşaçılara salamlayıram. Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində fəaliyyət göstərir və 2024-cü ildən bəri öz fəaliyyətini davam etdirir.
Yəni institutun əsas məqsədi insanların, heyvanların həyat və sağlamlığının qorunması istiqamətində qida təhlükəsizliyinin daha səmərəli təşkilini təmin etməkdən ibarətdir. İnstitutun fəaliyyəti bir-biri ilə əlaqəli olan, qida zəncirinin bütün mərhələlərini əhatə edən istiqamətlər üzrə həyata keçirilir ki, belə ki, bu fəaliyyət istiqamətlərindən biri elmi praktiki araşdırmaların aparılmasıdır. Yəni, qida məhsullarının təhlükəsizliyi üzrə elmi araşdırmalar aparılır, elmi tədqiqatlar aparılır, sistemli təhlillər aparılır və nəticədə mühüm risk faktorları müəyyənləşdirilir. Onların aradan qaldırılması üçün tədbirlər görülür və yaxud elmi əsaslanaraq təkliflər irəli sürülür. Bu gün üçün o qeyd elədiyiniz hansısa təhdidlər mövcuddurmu? Ümumi olaraq, yəni bunu laborator müayinələr əsasında müəyyənləşdiririk. Bəli, onlar müəyyənləşdirilir və tədbirlər görülür. Yəni bu araşdırmaların da əsas məqsədi ondan ibarətdir ki, bu gün məsələn qida məhsullarının istehsalı olsun, emalı olsun, dövriyyəsi olsun, bu zaman yarana biləcək bioloji çirklənmələr olsun, kimyəvi çirklənmələr olsun, fiziki çirklənmələr olsun və yaxud risklərin insan sağlamlığına mümkün təsirləri qiymətləndirilir. Bu araşdırmaların aparılması həm qida təhlükəsizliyinin təmin edilməsini təmin edir, həm potensial təhlükələrin vaxtında aşkarlanmasına və aradan qaldırılması üçün mühüm əhəmiyyət kəsb edir. Hətta məsələn risk qiymətləndirilməsinin aparılması da qida təhlükəsizliyi sahəsində əsas fəaliyyət istiqamətlərindən biridir. Belə ki, qida zəncirinin bütün mərhələlərində istehsal olsun, emal olsun, saxlama və ya satış olsun, bu zaman risklərin elmi prinsiplərə əsasən qiymətləndirilməsi həyata keçirilir və bu qiymətləndirmənin aparılması zamanı elmi metodlardan istifadə olunur. Bu zaman təhlükə mənbələri müəyyənləşdirilir və yaxud məsələn risklərin var olma ehtimalı qiymətləndirilir, insan sağlamlığına təsiri öyrənilir, həmçinin qida təhlükəsizliyinə təsir amilləri də öyrənilir. Bu risk qiymətləndirilməsinin düzgün aparılması həm qida təhlükəsizliyi üzrə qabaqcıl idarə etmə tətbiqinə şərait yaratmış olur. Digər bir fəaliyyət istiqaməti, məsələn, normativ hüquqi bazanın təkmilləşdirilməsidir ki, institutun qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların layihələrinin işlənib hazırlanmasında iştirak edir. Əlbəttə ki, bu beynəlxalq təcrübəyə və elmi yanaşmalar əsasında həyata keçirilir. Əsas fəaliyyət istiqamətlərindən biri də budur ki, laborator müayinələrin aparılması, ekspertiza və digər tədqiqat xidmətlərinin aparılmasıdır. Yəni, qida məhsulları da, qida və yem məhsulları da, qida ilə birbaşa təmasda olan material və məmulatların təhlükəsizliyi üzrə, qida məhsullarının təhlükəsizlik göstəriciləri və minimum keyfiyyət göstəriciləri üzrə laborator müayinələr aparılır. Həmin laborator müayinələrdə əhalinin sağlamlığına təsir edə biləcək maddələrin aşkarlanması istiqamətində, həmçinin nümunələrdə onların normativ sənədin tələblərinə uyğunluğu qiymətləndirilir. Laborator müayinələrinin aparılması həm əhalinin sağlamlığının qorunması istiqamətində, istehlakçıların sağlamlığının qorunması istiqamətində mühüm əhəmiyyət kəsb edir. Həm də ki, dövriyyədə olan keyfiyyətsiz və yaxud təhlükəli maddələrin, məhsulların dövriyyədən çıxarılmasında çox mühüm əhəmiyyət kəsb edir və digər bir fəaliyyət istiqamətimiz isə deməli əhali arasında apardığımız qida təhlükəsizliyi sahəsində maarifləndirmə və məlumatlandırma işləridir ki, yəni bu sahədə də bir sıra işlər görünür, istər bitki sağlamlığı olsun, istər heyvan sağlamlığı olsun, istər qida təhlükəsizliyi olsun və bu sahələrdə apardığımız maarifləndirmə işləri, maarifləndirici təlimlər təşkil edirik, tədbirlər təşkil olunur, seminarlar, hətta məlumatlandırıcı sosial platformaları əhatə edən məlumatlandırıcı materiallar hazırlanır ki, bu da deməli əhalinin qida təhlükəsizliyi ilə bağlı maarifləndirməsində çox böyük rol oynayır. Əslində Aynura xanım, xüsusi bir məsələyə toxundunuz. Biz bu gün nə qədər maarifləndirsək də, nə qədər ciddi işlər görsək də, gəlin razılaşaq ki, hər hansı bir qidanın içərisindən çıxmış uyğunsuz bir maddə və yaxud da ki, narahat edici bir maddə bütün görülən işləri biraz kölgə altında qoyur. Düzdürmü Orxan müəllim? Təbii ki. Bəs bu gün qeyd elədi Aynura xanım, bir çox mərhələdən keçir qida zənciri, istehsal, emal, saxlama, satış və ən son süfrəmizdir. Bura qədərki proseslərə nəzarət necə aparılır və yaxud da ki, burada hansı boşluqlar ola bilir? Təhlükəsizlik tədbirləri necə, belə deyək, yumuşaq saxlanıla bilir ki, qida zəhərlənmələri və ya digər qidadan qaynaqlanan məsələlər baş verir? Qeyd edim ki, qida məhsullarının bizim süfrəmizə qədər keçdiyi bir yol var. Biz buna qida zənciri deyirik.
və qida zənciri başlayır ilkin istehsaldan ta ki istehlakçıya qədər bir yol var. Orada ilkin istehsal müəssisələri, istehsal, emal, dövriyyə, qida məhsullarının satışı, istər topdan və pərakəndə satışı olsun və ictimai yaşayış xidmətlərində qida məhsullarının realizasiyası olsun və son olaraq istehlakçılar. Yəni istehlakçılar da qida zəncirinin ən son iştirakçılarıdır. Və qeyd etdiyiniz kimi bu zəncirin mərhələlərində hər biri üçün ayrı-ayrı tələblər var. Yəni hər bir mərhələdə hər hansı bir tələb pozularsa, özündən sonraki mərhələ üçün bir risk yaratmış olur. Və biz təsəvvür edin ki, hər bir mərhələdə ən azı bir nöqsan olsa və bu üst-üstə yığılsa, sonda təhlükəli bir qida məhsulu istehlakçıya gəlib çıxacaqdır. Bunun üçün də artıq dövlət nəzarət tədbirləri qida məhsullarının yetişdirilməsindən ta ki istehlakçıya qədər olan bütün mərhələlərdə həyata keçirilir. Yəni ilkin istehsal dedikdə biz burada nəyi nəzərdə tuturuq? Əgər heyvan yetişdirmə müəssisələridirsə, burada heyvandan diri şəkildə alınan bütün məhsullar ilkin istehsal məhsullarıdır, yəni kəsimə qədər olan məhsullar. Fitosanitar sahəsində, yəni əkinçilik sahəsində, bitkiçilik sahəsində bitkilərdən toplanan meyvələr, toxumlar ilkin istehsal məhsullarıdır. Sonrakı mərhələ isə artıq həmin ilkin istehsal məhsullarının istehsalı və emalı prosesidir. Burada artıq həmin məhsullar çəkilib qablaşdırılma kimi mərhələlərə cəlb olunur və həmin çəkilib qablaşdırılmış məhsullardan artıq emal prosesində müəyyən istilik, termiki emal, bişirmə, qurutma kimi proseslər tətbiq etməklə yeni məhsullar əldə olunur. Və eləcə də konservləşdirmə kimi məsələlər var burada. Hazırlanmış həmin hazır qida məhsulları növbəti artıq mərhələyə keçir. Həmin qida məhsullarının daşınması, topdan və pərakəndə ticarət obyektlərinə çatdırılması, ictimai yaşayış xidmətlərində həmin qida məhsullarının təqdim olunması ta ki istehlakçılara qədər. Və bu hər bir mərhələdə agentlik olaraq nəzarət tədbirləri aparılır. Bunu Aynur xanım da qeyd elədi. Laborator müayinələrə cəlb olunur. Nümunələr qeyd edim ki, qida məhsulları risklərə bölünür. Səviyyəsinə görə aşağı, orta, yüksək riskli məhsullara və risk əsaslı yanaşma tətbiq olunur və həmin məhsullar, nümunələr götürülür. Bu həm də idxal prosesinə cəlb olunur. Həm yerli istehsal qida məhsullarını, həm də müxtəlif respublikaya idxal olunan qida məhsullarına cəlb olunur, tətbiq olunur bu proses. Uyğunsuzluq aşkarlanmış qida məhsulları ilə bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür, ya məhv olunur, ya utilizasiya olunur və yaxud da müxtəlif respublikadan kənarlaşdırılması ilə bağlı müvafiq qərarlar verilir. Orxan müəllim, gəlin bir qısa analiz aparaq. Hansı ki biz ət məhsullarını qeyd etdiniz. Mən primitiv bir şey deyəcəm. Kəsim prosesində kiçik bir yanlışa yol verildi, amma tam qayda pozulmadan. Sonrakı saxlama zamanı yenə bir qayda pozuntusu baş verdi, amma bu qayda pozuntusu tam o sərhəd zonada baş verir. Keçirik növbəti mərhələyə, satış mərhələsinə. Satış mərhələsində də yenə həmin o limitə yaxın bir mərhələdə bir qayda pozuntusu baş verdi. Süfrəmizə gələn məhsul nə dərəcədə sağlam olacaq? Artıq siz kifayətdir ki, 3 mərhələdə qeyd elədiniz nöqsanları. Pozuntular baş verə belə gəlir. Bəli. Və bu baş vermiş həmin o pozuntular artıq əgər hətta biz yüksək riskli məhsuldan danışırıqsa, ət məhsulları, süd məhsullarından mikrobioloji çirklənmələr başlayır. Hansı ki, orada artıq temperatur rejiminə əməl olunmur, sanitar gigiyenik qaydalara əməl olunmur, onların daşınması zamanı tələblər yerinə yetirilmir və sonda artıq çox arzu olunmaz nəticələrlə qarşı-qarşıya qala bilər istehlakçılar. Təbii ki, biz bu mövzuya qayıdacağıq, hansı ki, həmin o saxlama şərait və digər məsələlərə. Mən elə buradan istehsalçılara, satış məntəqələrində oturanlara səslənərək deyirəm ki, qida zəhərlənmələri çox ciddi məsələlərdir. Gəlin elə hər birimiz bu saxlama şəraitinə, satış şəraitinə və ilkin istehsala diqqət edək, çünki qarşısı alınmaz nəticələr ola bilər və düşünün ki, istehsal etdiyiniz məhsul həm də öz süfrənizə daxil olur. Bu məsələdə diqqətli olaq.
Aynur xanım, siz qeyd etdiniz az öncə hansı ki yoxlamalar, belə deyək, araşdırmalar aparılır. Mən istərdim elə araşdırmaların istiqamətlərinə biraz diqqət çəkək. Çünki bu gün hər kəsi maraqlandırır. Bizim yediyimiz qidalar hansı yoxlamalardan keçir, hansı analizlərdən keçir? İlk öncə onu qeyd edim ki, Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun strukturu bir sınaq laboratoriyalarından, bir də aparat hissədən ibarətdir ki, aparat hissədə şöbələr, sektorlar fəaliyyət göstərir. Bir də sınaq laboratoriyalarıdır ki, burada Mərkəzi Qida Sınaq Laboratoriyası, Mərkəzi Baytarlıq Laboratoriyası və Mərkəzi Fitosanitar Laboratoriyası fəaliyyət göstərir. İnstitutun tabeliyində fəaliyyət göstərən bu laboratoriyalarda həm heyvan sağlamlığı üzrə, həm bitki sağlamlığı üzrə, həm qida təhlükəsizliyi üzrə laborator müayinələr aparılır ki, bu da elmi-praktiki fəaliyyətin bir hissəsidir. Hətta deyə bilərik ki, əsas bir hissəsidir. Yəni, laborator müayinələr zamanı qida zəncirinin bütün mərhələlərində minimum keyfiyyət göstəriciləri və təhlükəsizlik göstəriciləri müəyyənləşdirilir. Və bu müasir avadanlıqlarla həmçinin elmi metodlara əsaslanaraq həyata keçirilir. Həm əhalinin sağlamlığının qorunmasında, həm də ki, qida təhlükəsizliyinin təmin edilməsində çox mühüm rol oynayır. Laborator müayinələr zamanı, onu da qeyd edim ki, institutun tabeliyində olan laboratoriyalarda aparılan bütün müayinələr Azərbaycan Respublikasının qanvericilik aktlarına və normativ hüquqi aktların tələblərinə uyğun şəkildə aparılır. Hər bir laboratoriyada özünə müvafiq nümunələr qəbul edilir və onlar üzərində təhlükəsizlik göstəriciləri yoxlanılır. Məsələn, Mərkəzi Qida Sınaq Laboratoriyasında qida nümunələri qəbul edilir, onların təhlükəsizlik göstəriciləri yoxlanılır və burada qida nümunələri üzrə mikrobioloji, fiziki, kimyəvi və toksikoloji müayinələr, analizlər aparılır. Yəni, fiziki, kimyəvi göstəricilərlə həmin məhsulun tərkib göstəriciləri, keyfiyyət parametrləri yoxlanılır. Toksikoloji göstəricilərlə isə məhsulun tərkibində olan ağır metalların miqdarı və yaxud digər zərərli maddələrin miqdarı aşkarlanır. Mikrobioloji göstəricilər vasitəsilə də yəni məhsulların tərkibində olan patogen, insan sağlamlığı üçün təhdid yaradan patogen mikroorqanizmlərin və digər mikrobioloji çirklənmələrin olub-olmaması yoxlanılır və bu da burada aparılan bütün müayinələr həm istehlakçıların sağlamlığının qorunmasına, həm də qida məhsullarının təhlükəsizliyi üçün mühüm rol oynayır. Eyni qayda ilə bu Mərkəzi Baytarlıq Laboratoriyasında da davam etdirilir. Heyvan xəstəlikləri, baytar sanitar təhlükəsizlik göstəriciləri üzrə müayinələr aparılır. Belə ki, qəbul edilən qan, süd nümunələri, patoloji nümunələrdir ki, onların üzərində həm mikrobioloji, bakterioloji və seroloji müayinələr aparılır və bu müayinələrin aparılması həm heyvan xəstəliklərinin vaxtından qabaq aşkarlanmasında, həm də ki, epizootik qiymətləndirilməsi, epizootik vəziyyətin qiymətləndirilməsində mühüm rol oynayır. Həm heyvan sağlamlığının qorunması istiqamətində, həm də ki, heyvan mənşəli məhsulların təhlükəsizliyinin qorunması istiqamətində mühüm töhfə verir. Eyni qayda ilə Mərkəzi Fitosanitar Laboratoriyasında da aparılan müayinələr bitki və bitkiçilik məhsulları üzərində xəstəliklərin və zərərvericilərin aşkarlanması istiqamətində həyata keçirilir. Burada vizual və mikroskopik analizlər aparılır və bitkiçilik məhsullarının təhlükəsizliyinin, həm də fitosanitar nəzarətin güclənməsinə xidmət edir. Onu da qeyd edim ki, laboratoriya, yəni institutun tabeliyində fəaliyyət göstərən laboratoriyalar həm institutun, həm də qida təhlükəsizliyi sisteminin əsas elmi və texniki bazasını təşkil edir və laboratoriyalarda aparılan bütün analizlər olsun, müayinələr əsasında yenə də onlar əsasında sınaq protokolları hazırlanır və onlara uyğun olaraq müvafiq rəylər hazırlanır və aidiyyatı olaraq Orxan müəllim də qeyd etdiyi kimi Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə verilir və buna uyğun da tədbirlər həyata keçirilir. Qanunvericiliyi əsasında tədbirlər həyata keçirilir. Yəni belə başa düşmək olarmı ki, istehsalçılarla qarşılıqlı əlaqə mövcuddur? Bəli. Yəni bu mövcudiyyət niyə lazımdır? Çünki biz az öncə qida zəncirini qeyd etdik, Orxan müəllim, ilkin mərhələdən son mərhələyə qədər məhsulun çatdırılması. Bəs hansı hallarda qida məhsulları təhlükəli hal alır? Çünki elə məhsullar vardır ki, biz onu gözlə görərək müəyyən etmək olmur. Amma mütəxəssislərin verdiyi rəylər vardır ki, məsələn, o rəyləri biz biləndən sonra artıq mağazalardan və yaxud da ki, istədiyimiz alış-veriş mərkəzlərindən həmin məhsulları alanda həmin detallara diqqət edirik. İstərdim elə bunu nümunələr üzərindən bizə bildirəsiniz, eyni zamanda tamaşaçılarımıza bildirəsiniz ki, onlar da elə qida məhsulları vardır ki, onları alanda məhz həmin göstəricilərə diqqət etsinlər və sağlam qida qəbul etsinlər.
Deməli, Nicat müəllim, təhlükəli qida məhsulları qanunvericilikdə 3 halda qida məhsulları təhlükəli hesab olunur. Bunlardan ilk əsas əlamət ondan ibarətdir ki, qida məhsulları bu təbii ki, laborator müayinələr nəticəsində müəyyən olunur. Bunu heç bir halda biz müəyyən edə bilmərik, nə orqanoleptik şəkildə, nə digər vasitələrlə. Qida məhsulları aparılan müayinələr nəticəsində artıq müəyyən olunur ki, həmin qida məhsulu indiki və gələcək nəsillər üçün qısa müddətli və uzun müddətli təsirlərə malikdir. Bu təhlükəli qida hesab olunur. Eləcə də qida məhsullarında aşkar dağılma, çürümə, korlanma kimi əlamətlər varsa, qida məhsulu təhlükəli hesab olunur. Və üçüncü əsas isə qida məhsullarının tərkibində, qida təhlükəsi sahəsində istifadəsi qadağan olunmuş ingrediyentlər istifadə olunursa, qida məhsulu təhlükəli hesab olunur. Digər istehlakçı baxımından yanaşdıqda isə biz, bəli, sizin də qeyd etdiyiniz kimi, alış-veriş zamanı, ticarət obyektlərində, eləcə də ictimai yaşam müəssisələrində də xidmətlərdən istifadə edən zaman bizim istehlakçı olaraq orada apara biləcəyimiz maksimum nəzarət orqanoleptik göstəricilərə fikir verməkdir. Hansı ki, qida məhsullarından kənar qoxular gəlməməlidir. Dağılma, çürümə, korlanma kimi əlamətlər müşahidə olunmamalıdır. Tamlığı qorunmalıdır qida məhsulunun paketlənmə prosesində və onların xüsusi özünə məxsus görüntüsü olur hər bir qida məhsulunun. Bunlara fikir vermək lazımdır və satış zamanı, təqdimat zamanı həmin qida məhsulu hansı şəraitdə saxlanılır, onlara diqqət etmək lazımdır. Bildiyiniz kimi, hər bir qida məhsulunun özünün müəyyən bir saxlama temperaturu var, şəraiti var. Fikir vermək lazımdır ki, həmin qida məhsulları uyğun şəraitdə saxlanılırmı? Soyuducu tələb edən qida məhsulları var, dondurucu şərait tələb edən qida məhsulları var. Bu kimi məsələlərə diqqət etmək lazımdır və bu tələblərə əməl olunmadan təqdim olunan qida məhsulları ki var, onlardan uzaq durmaq məsləhət görülür. Orxan müəllim, xaricdən ölkəmizə daxil olan qida məhsullarının gətirilməsi zamanı qidalılıq dərəcəsinin pozulması halları aşkar olunurmu? Və yaxud da ki, bu sistem necə müəyyən olunur ki, artıq həmin məhsullarda qidalılıq dərəcəsi pozulub, aşağı düşür? Bütün qeyd etdiyim kimi, bütün idxal olunan qida məhsulları dövlət nəzarətinə cəlb olunur və burada risk əsaslı yanaşmalar tətbiq olunur. Çünki belə deyək, tərkibində nəmlik olan, yüksək olan qida məhsulları ilə quru qida məhsullarına yanaşma eyni tərzdə olunmur və bunlardan müəyyən partiyalar üzrə nümunələr seçilərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına tətbiq olunur və laborator müayinələr nəticəsində bəli, müəyyən olunur ki, artıq istehsalçıdan ta ki, daşınma prosesinə qədər olan bu prosesdə əgər hardasa bir nöqsan olubsa, tələblər pozulubsa, artıq laborator göstəricilər bunu müəyyənləşdirir və həmin qida məhsulları, istehlak üçün yararsız olan qida məhsulları dövriyyədən kənarlaşdırılır, müvafiq qərar qəbul olunur agentlik tərəfindən, ya qida məhsulları məhv olunur, ya da təyinatı dəyişdirilərək utilizasiya edilir. Aydındır. Qeyd olundu, Aynura xanım, hansı ki, laboratoriyalarda müəyyənləşir həmin proses. Bəs müəyyənləşdikdən sonra nə baş verir? Bir qismini düzdür, Orxan müəllim qeyd elədi, istərdim bu prosesin ardını davam etdirək. Orxan müəllim də qeyd elədi, yəni istənilən halda asılı olmasına olmayaraq, yəni bütün məhsullar laborator müayinələrə cəlb olunmalıdır. Yəni onun uyğun olub olmamalısı laborator müayinələr vasitəsilə ancaq müəyyənləşir. Bilək ki, institutun tabeliyində də bayaq da qeyd etdiyim kimi müvafiq laboratoriyalarda həm təhlükəsizlik göstəriciləri üzrə, həm minimum keyfiyyət göstəriciləri üzrə müayinələr aparılır və bu müayinələr nəticəsində, yəni bu insan sağlamlığına təsir edən maddələrin aşkarlanması Çox üzr istəyirəm, Aynur xanım, deyək ki, bir məhsulda bir uğursuzluqla rastlaşdınız siz.
buradan sonrakı proses necə müəyyən olacaq? Bu zaman deməli, yəni uğursuzluq o deməkdir ki, normativ sənədin tələbindən kənarlaşma aşkar edilir. Bu zaman biz deməli uyğunsuzluq müəyyənləşirsə laboratoriyalarda və onun əsasında da, yəni eyni qayda ilə bütün analizlərdə olduğu kimi sınaq protokolları tərtib olunur. Həmin sınaq protokolları da institutun elmi araşdırmalar və təlim şöbəsinə təqdim olunur və burada elmi araşdırmalar və təlim şöbəsi tərəfindən deməli sınaq protokolları əsasında rəylər hazırlanır, müvafiq rəylər hazırlanır, təkliflər hazırlanır və həmin rəylər və təkliflər isə məktubla yenə də Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət eləyir və Orxan müəllim də qeyd etdiyi kimi ondan sonra bu əsasında deməli qanunvericiliyə uyğun şəkildə tədbirlər həyata keçirilir. Bu fəaliyyət qarşılıqlı şəkildə aparılır. Bəli, qarşılıqlı şəkildə. Orxan müəllim, bugün hər birimiz marketlərdən və yaxud da ki, mağazalardan, iri ticarət mərkəzlərindən alış-veriş edirik. Alış-veriş edərkən diqqət etdiyimiz məqamlardan biri də məhz etiketləmədir. Burada hansı məqamlar vardır ki, məhz diqqət olunmalı, məhz bizim tamaşaçımız və yaxud da ki, vətəndaşlarımız bilməlidir ki, etiketləmədə nəyə diqqət eləməlidirlər? İlk öncə qeyd edim ki, etiket qida məhsulunu, qidaların belə deyək, bir şəxsiyyət vəsiqəsidir. Onu tanıdır. İlk istehlakçı qida məhsulu ilə tanış olanda onun etiket məlumatlarını fikir verir və etiketlənmə ilə bağlı tələblər qida təhlükəsi haqqında Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi ilə tənzimlənir. Yəni 17-ci maddə sırf etiketlənmə ilə bağlı olan tələblərə həsr olunmuşdur və qanunda da göstərilir ki, qida məhsullarının etiketində vacib olan bir neçə məqam var ki, onlar qeyd olunmalıdır. Bunlar nədən ibarətdir? İstehsalçının adı, ünvanı, qida məhsulunun adı, növü, çəkisi, onun tərkibi, qidalılıq dəyəri, istehsal tarixi, son istifadə tarixi, saxlanma şəraiti, hansı şəraitdə saxlanmalıdır, həm temperatur olaraq, həm də müəyyən bir qapalı şərait tələb edirsə, günəş şüalarından qorunması tələb olunursa, eləcə də onun tərkibində biz bilirik ki, xüsusi həssas insanlar var, allergiyası var həmin insanların. Allergenlər barəsində məlumat verilməlidir mütləq şəkildə. Əlavə olaraq hansı qida əlavələrindən istifadə olunubdur, hansı ingrediyentlərdən istifadə olunubdur. Bu kimi bütün məlumatlar, əgər orada hər hansı bir faiz dərəcəsi varsa digər məhsulların istifadə olunması, bu xüsusən də alkoqollu içkilərə şamil olunur. Hər bir detallı şəkildə, oxunaqlı şəkildə olmalıdır ki, istehlakçılar onu başa düşsün və düzgün, uyğun şəkildə paketlənməlidir. Bilirsiniz ki, qida məhsulları onlarla təmasda olan, birbaşa təmasda olan materiallarla paketlənir və həmin materiallar da elə dövlət nəzarəti tədbirləri zamanı onlardan da nümunə seçilib müvafiq laboratoriyalarda keyfiyyət və təhlükəsizlik göstərici yoxlanılır. Və bu etiket məlumatları istehsalçı tərəfindən ta ki istehlakçıya qədər olan bu zəncir ki var, orada elə şəkildə tərtib olunmalıdır ki, pozulmasın məlumatlar, tamlıqda itməsin. Yəni hər hansı bir etiket silinmiş olmasın ki, belə deyək, istehlakçı onu oxuya bilsin. Aydın şəkildə olsun. Əslində burada istehlakçının hüquqları biraz qabarıq şəkildə ön plana gəlir. Biz hər zaman bildiririk ki, istehlakçıların hüquqları var, bu barədə qanunvericilik vardır. Məhz nəyi, necə əldə edə bilərik və müraciət yerimiz haradır? Bəs Orxan müəllim, qısa istərdim bu barədə deyək. Bugün hər hansı istehlakçının bir hüquqları pozulubsa, o hara müraciət etməlidir ilkin olaraq? İstehlakçılar qida təhlükəsi sahəsində hüquqları pozulursa, ölkə üzrə təbii ki, Azərbaycan Respublikası Qida Təhlükəsi Agentliyi fəaliyyət göstərir. Muxtar Respublikada isə Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsi Agentliyi fəaliyyət göstərir. Və Naxçıvan Muxtar Respublikasında agentliyin 545-28-83 nömrəsi ilə əlaqə saxlayıb məlumat verə bilərlər. Eləcə də bizim info@nifsa.gov.az rəsmi səhifəmiz var. Ora
ərizələrini göndərə bilərlər və həmçinin agentliyə də yaxınlaşıb öz ərizə və şikayətlərini bildirə bilərlər. Bütün şikayətlər, müraciətlər araşdırılır və qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür. Az öncə Orxan müəllim, siz elektronlaşma ilə, rəqəmsallaşma ilə bağlı fikirlərinizi dediniz, hansı ki, həmin sənədlər onların pasportu olaraq qeyd etdiniz. Biz rəqəmsallaşmanın imkanlarından necə istifadə edirik və gələcək üçün planlar nədən ibarətdir? Ümumiyyətlə, qida təhlükəsizliyi sahəsində rəqəmsallaşma şəffaflığın artırılmasına xidmət edir, risklərin vaxtında qiymətləndirilməsi, təhlükələrin vaxtında aradan qaldırılmasına xidmət edir. Qeyd edim ki, artıq bütün ixrac əməliyyatları, qida obyektlərinin, məhsulların qeydiyyatı ölkə üzrə, eləcə də Muxtar Respublikada avtomatlaşdırılmış qida təhlükəsizliyi informasiya sistemi vasitəsilə həyata keçirilir. Bura sahibkarların da çıxışı vardı həmin sistemə, orada sistemdə sahibkarların şəxsi kabinetləri mövcuddur. Bütün laborator göstəricilər həmin sistemə yerləşdirilir, eləcə də digər dövlət rüsumları, ödənişlər, xidmətlər sistem vasitəsilə həyata keçirilir. Həmçinin qeydiyyat aparılır, sahibkarlıq bugünkü qanunvericiliyin tələbidir. Qida obyektləri qeydiyyata alınmalıdır. Qeydiyyat prosesləri də qısa şəkildə aktis sistemi kimi adlandırılır. Aktis sistemi vasitəsilə həyata keçirilir. Və rəqəmsallaşmanın digər tərəfdə, yəni sahibkar tərəfində tətbiq olunması qida məhsullarının izlənməsinə, şəffaflığın artırılmasına xidmət edir. Burada bayaq qeyd etdim, etiket məlumatlarında QR kodların tətbiq olunması, lot nömrələrin tətbiq olunması, onların izlənə bilirlik imkanları daha da artırır. Sahibkarlar özləri də rahat şəkildə izləyə bilirlər qida məhsulları, istehsal etdikləri qida məhsulları hansı mərhələdədir, hansı ticarət obyektindədir, yararlılıq müddəti bitmiş qida məhsulları hansı şəraitdədir, onların geri çağırılması, təhlükəli halların müəyyən olunması vaxtlarında yığışdırılması, bazardan geri çəkilməsi, onların müvafiq tədbirlər görülənə qədər hansı şəraitdə saxlanması, hamısı elektronlaşma, rəqəmsallaşdırma sayəsində daha asan olacaqdır gələcəkdə. Yəni bu hər kəsə şəffaf olacaq, bir qədər də hər birimiz izləyə biləcəyik. Qida təhlükəsizliyi önəmli məsələdir, onun süfrəmizə qədər sağlam gəlib çıxması önəmli məsələdir. Amma biz az öncə qeyd elədik, düzdür, qısa maarifləndirmə istiqamətində maariflənmə daha çox önəm kəsb edir ki, biz heyvan mənşəli və yaxud da ki, bitki mənşəli sağlam qidaları necə əldə edə bilərik və yaxud da ki, necə istifadə edə bilərik? Yəni, sağlam qidalanma prosesi necə aparılmalıdır, Aynura xanım? Dedikcə, institutun fəaliyyət istiqamətlərindən biri də maarifləndirmə və məlumatlandırmadır. Yəni, istər bitki sağlamlığı olsun, istər heyvan sağlamlığı olsun, istər qida təhlükəsizliyi, hətta sağlam qidalanma sahəsində belə maarifləndirmə işlərimiz yerinə getirilir ki, beləcə maarifləndirici tədbirlər, təlimlər təşkil edilir. Bu maarifləndirmə işləri həm kütləvi informasiya vasitələrinə əhatə edir, həm qida subyektlərinə əhatə edir, sosial platformalara əhatə edir, ümumi təhsil məktəblərə əhatə edir, müəssisələrə əhatə edir. Yəni, maarifləndirmə işlərində, məsələn, elmi araşdırmalar, əhali maarifləndirməsi istiqamətində elmi araşdırmalar aparılır. Bu, qida təhlükəsizliyi sahəsində olur. Yəni, qida təhlükəsizliyi ilə gündəmdə olan aktual mövzular seçilir. Məsələn, onlar üzərində araşdırmalar aparılır, tədqiqatlar aparılır və sonda nəticə olaraq onlara materiallar hazırlanır. Həmin materiallarımız məqalələr şəklində jurnallarda çap olunmuşdur. Həm yerli jurnallarda, həm xarici jurnallarda, beynəlxalq indeksli jurnallarda çap olunmuşdur. Eyni qayda ilə jurnallardan əlavə olaraq qəzetlərdə də, məsələn, əhaliyə maarifləndirməsi istiqamətində məqalələrimiz çap olunmuşdur. İstər Şərq Qapısı qəzetində, həmçinin uşaqlar üçün məktəbli qəzetində uşaqların marağını cəlb edən məqalələrimiz çap olunmuşdur. Bununla yanaşı maarifləndirmə işlərimiz həmçinin kütləvi informasiya vasitələrində də davam etdirilir. Qida təhlükəsizliyi ilə bağlı olan mövzularda, yəni həm mövsümi mövzulardır, zəruri olan, gündəmdə olan mövzular seçilir. Həmin mövzularla bağlı çıxışlarımız olmuşdur, müsahibələr verilmişdir. Həm televiziyada, həm radioda. Belə ki, mövsümi olaraq, məsələn, qarpız alarkən nələrə diqqət etməliyik və yaxud dondurma alarkən nələrə diqqət edilməlidir. Əhalinin maarifləndirməsi aparılmışdır. Konservləşdirilmiş qida məhsulları və s. Bunlar bağlı, həmçinin gündəmdə olan məsələlərlə bağlı GMO məhsulları, genetik modifikasiya olunmuş məhsullar, palma yağı, həmçinin plastik
qablaşdırmanın insan sağlamlığına təsiri kimi, bayram süfrəsinin təhlükəsizliyi kimi mövzularda bizim maarifləndirici müsahibələrimiz olmuşdu, çıxışlarımız olmuşdu. Bu barədə ətraflı izahlar verilmişdi. Maarifləndirmə işlərimiz həmçinin heyvan sağlamlığının qorunması istiqamətində də davam etdirilmişdi. Maarifləndirici tədbirlərimiz təşkil olunmuşdu ki, Muxtar Respublikanın müxtəlif regionlarında və heyvan xəstəlikləri ilə bağlı, zoonoz xəstəlikləri ilə bağlı əhali maarifləndirilmişdi, məlumatlandırılmışdı sahibkarlar. Burada zoonoz xəstəliklər haqqında, onların insan sağlamlığına təsiri haqqında, həmçinin heyvanların identifikasiyası və qeydiyyatı sisteminin əhəmiyyəti barədə məlumatlar verilmişdi. Heyvanlar identifikasiyası və qeydiyyatının əhəmiyyəti həm kət təsərrüfatı heyvanlarının sağlamlığının qorunması, həm xəstəliklərin vaxtında aşkarlanması, həmçinin ümumi təsərrüfatının səmərəli şəkildə idarə edilməsinin əsas mühüm vasitələrindən biridir. Yəni bunun əhəmiyyəti ondan ibarətdir. Yəni bununla yanaşı maarifləndirmə işlərimiz sosial platformalarda əhatə etmişdir. Qısa video materiallar hazırlanmışdı, qida təhlükəsizliyi ilə bağlı olan, zəruri olan mövzularda və bunlar da həmçinin ictimaiyyətə təqdim olunmuşdu. Belə ki, məsələn, dönərin termiki emalı və dövriyyəsinə dair tələblər mövzusunda, qida məhsullarının izlənilməsi sisteminin tətbiqi mövzusunda, həmçinin ev şəraitində konserv məhsullarının hazırlanması, botulizm riskləri və s. kimi zəruri olan mövzularda qısa video materiallarımız sosial şəbəkələrdə yayınlanmışdır. Aydındır. Aynur xanım, biz gəlin biraz diqqəti çəkək bu bayram süfrələri ilə bağlı. Az öncə siz qeyd elədiniz, mart ayı bayramlar ayıdır, kifayət qədər süfrələr bol hazırlanır, bizim adət-ənənələrimiz də belədir. Bol süfrəli, bəs bol məhsullu, ərzaqlı, qidalı süfrələr hazırlayırıq. Bəs bu zaman nəyə diqqət etməliyik ki, biz növbəti gündə keçmiş qida mı, hazırlanmış hazır qidadan söhbət gedir və yaxud da hansı önəmli başlıqlar vardır ki, məhz onları biz burada qeyd etməliyik? Yəni, bayram süfrələrinin təhlükəsizliyini qorumaq üçün ilk növbədə qida məhsulları alarkən onlara diqqət etmək lazımdır ki, qida məhsulları alarkən əsasən Orxan müəllim də qeyd etdiyi etiket məlumatlarına və s. fikir vermək lazımdır. Yəni, bayram süfrəsinin təhlükəsizliyi birincisi məhsulların alınmasından başlayır, qida məhsullarının alınmasına. Sonra evdə, ev şəraitində... Yəni, sağlam qida, bəs süfrəmizə də sağlam gələcək. Bəli, sağlam gələcək. Sonra ev şəraitində qida məhsullarını hazırlayarkən onu çalışdığımız qədər yeməklərimiz artıq miqdarda hazırlanmamalıdır. Yəni, həmin yeməklərin çox saxlanılmaması üçün, həmçinin onların yeməklər hazırlandıqdan sonra saxlama şəraitinə fikir vermək lazımdır. Soyuducu saxlanılmalı, soyuducu, dondurucu şəraitdə saxlanılmalı, məhsullar dondurucuda saxlanılmalıdır. Çarpaz çirklənmənin qarşısı alınması üçün istifadə etdiyimiz mətbəx alətləri bir-biri ilə, məsələn, çiğ məhsullarda və yaxud pişmiş məhsullarına bir-birində demoloji daimi olaraq gigiyenik qaydalara əməl olunmalıdır, yuyulmalıdır və sonra deməli istifadə olunmalıdır və yaxud taxtalar da, doğrama üçün istifadə etdiyimiz taxtalar da eyni qayda ilə, yəni bu çarpaz çirklənmənin qarşısını almaq üçün bunlara fikir vermək lazımdır. Yəni bugün siz qeyd etdiklərinizin bir çox əksəriyyəti ictimai yaşayış yerlərinə, yəni söhbət restoranlardan gedir, restoranlarda və digər xidmət sahələrində bu məsələlərə diqqət olunmalıdır. Hansı ki, qidalar bir gün sonraya və yaxud da ki, hazırlanma formasının dəyişdirilməsi ilə çatdırıla bilir bəzən. Biz Orxan müəllim, ötən ilki statistika və yaxud da ki, son dönəmlərin statistikasına diqqət etsək, nə qədər zəhərlənmə halları baş veribdir ölkəmizdə, eyni ilə də Muxtar Respublikamızda və qarşısı alınmaz səviyyə gəlib çatıbmı belə məsələlər? Demək, qida zəhərlənmələri hər zaman aktual olan bir məsələ olubdur. Aynur xanım da qeyd elədi, qida zəhərlənmələri adətən məişət zəminində baş verən qida zəhərlənmələri və müəyyən qida obyektlərində baş verən qida zəhərlənmələrinə bölünür və keçən ilki statistikaya nəzər saldıqda biz azalmalar müşahidə edirik. Bu da nəyin nəticəsidir? Agentlik tərəfindən davamlı olaraq maarifləndirmə işləri aparılır. İstər istehlakçılar arasında media orqanları vasitəsilə, eləcə də yerli qida obyektlərində maarifləndirmələr aparılır. Həm institutda təlimlər həyata keçirilir, eləcə də qida obyektlərinə müvafiq bildirişlər, məktublar təqdim olunur. Qida məhsullarının saxlanması, onların təqdim olunması ilə bağlı və
Müraciətlər çox olur. Qida zəhərlənməsi adı ilə müraciətlər daxil olur. Lakin hər bir müraciət araşdırılır, müəyyən ehtiyac yaranarsa, nümunələr, qalıq nümunələri varsa laborator müayinələrə cəlb olunur və təsdiqini tapmış qida zəhərlənmələri isə demək olar ki, çox az aşağı faizdə göstərilir. Bunun da dediyim kimi əsas insanlar bəzən qida məhsullarını istehlak edən zaman, onları istifadə edən zaman qarışdırırlar. Bir-biri ilə tutmayan qida məhsulları var. Eləcə də ev şəraitində onların saxlanma məsələsi, istifadə olunma məsələləri var. Bununla bağlı davamlı işlər aparılır. Bizim qeyd edim ki, Qida Təhlükəsizliyi Agentliyində xüsusi cavabdeh əməkdaşlar var. Onlara günün istənilən saatında müvafiq xəstəxanalardan, təcili tibbi yardım xidmətlərindən, Naxçıvan şəhər yoluxucu xəstəliklər mərkəzindən davamlı məlumatlar daxil olur və həmin məlumatlar araşdırılır. Qida zəhərlənməsi halının, xüsusən də kütləvi qida zəhərlənməsi hallarının vaxtında qarşısının alınması üçün müvafiq tədbirlər görülür. Bu son dönəmlər bəzən qarşımıza çıxır bizim bu xaricdən gələn ət məhsulları ilə bağlı, hansı ki don şəkildə gəlir və bir çox hallarda qiyməti yerli bazara daxil olunda belə deyək, müqayisə mövzusu olmur. Çünki biraz ucuz gəlir və bunların təhlükəsizlik məsələsi necədir Orxan müəllim? Elə yeri gəlmişəm mən soruşum, çünki hər birimiz bazar alış-veriş edirik, bayram öncəsi və digər belə deyək, şad günlərimiz üçün və yaxud da tədbirlərimiz üçün. Biz etibar edə bilərikmi həmin məhsulların keyfiyyətinə? Bilirsiniz, bu artıq beynəlxalq səviyyədə qiymət məsələləri bəzi ölkələrdə artıq ucuz işçilik cəlb olunması ilə də bağlı ola bilər. Bəzən bu yanlış anlaşılır. Lakin hər bir halda mən öncə də qeyd etdim, Muxtar Respublikaya ümumiyyətlə ölkəmizə idxal olunan bütün məhsullar, xüsusən də sizin qeyd etdiyiniz yüksək riskli qida məhsullarından olan ət məhsulları təhlükəsizlik göstəriciləri üzrə müvafiq laborator analizlərə cəlb olunur. Əgər o məhsullar artıq satışda varsa, ticarət obyektlərində varsa, demək bu həmin məhsullar idxal olunduqdan sonra müvafiq müayinələrə cəlb olunubdur, onlardan nümunələr seçilibdir və uyğun olduqdan sonra satış dövriyyəsinə buraxılmışdır və qeyd edib ki, ət məhsullarında, süd məhsullarında, yüksək riskli məhsullarda təhlükəsizlik göstəricilərinin yoxlanılması daha da ön plana çəkilir və onlar demək olar ki, hər partiyada həmin məhsullar müayinələrə cəlb olunur. Yoxlanılır və diqqətdə saxlanılır. Çox sağ olun, bu müddət ərzində bizlə bərabər olduğu suallarımızı cavablandırdınız. Çünki önəmli məsələdir qida təhlükəsizliyi və bu təhlükəsizlik məsələsini riskə çevirmədən qarşısını biz almalıyıq. Çox sağ olun, bir daha minnətdarlığımı bildirirəm. Sağ olun. Sonda hörmətli tamaşaçılar, bir məsələni qeyd etmək lazımdır ki, bir məqalədə oxumuşdum. Bəlkə də təhlükəli qida bir silah qədər zərərlidir. Və biz, düzdür, müqayisəsi biraz da uyğun deyil, amma nəticə etibarilə biz o silahdan qorunmalıyıq. Qorunmaq üçün qida zəncirində iştirak edən hər birimiz istehsalçı, satış yeri və yaxud da saxlama yeri və yaxud da alıcı hər birimiz diqqətli olmalıyıq. Hər hansı bir məhsulun vaxtı keçmiş və yaxud da ki, kiçik bir zədələnməsi gələcəkdə ciddi qida zəhərləmələrinə gətirib çıxara bilər. Onun üçün də gəlin elə hər birimiz bu məsələlərə diqqət edək, sağlığımızı, səhhətimizi qoruya bilək. Sağ olun, növbəti efir vaxtında görüşənədək.